Fikir versiniz bax, e, Teymur Eminbəyli, sonra Abid Qafarov, Qurban Məmmədov bir saxta bir parlament yaratmışdılar. İndi çat verir üzə. Dağılır. Niye dağılır? Bax, neçə gündür nədir? Neydi onun adı? Teymur Eminbəyli. Qurbancillə giriblər bir-birlərinə. Təbii ki, bunların mənim üçün heç bir fərqi yoxdur. İkisi də eyni yolun adamıdır. Yəni, mən bunların heç birə təmizləyə bilmirəm. Nə Teymuru, nə Abidi, nə Qurbanı. Çünki qətiyyətli deyirlər. Haqqı zamanında demədikləri üçün ən sonda bax, belə başları girir bəlaya, biabırçılığa, rəzil günə düşürlər. Teymur Eminbəyli, Qurban Məmmədov, Abid Qafarov, Ərəstun Oruçlu hamısı giriblər bir-birləri. İndi bu xalq parlamenti yaradıblar dırnaq arası. İndi bu çat verir, dağılır gedir. İkiyə bölünür. Birazdan bəlkə də üçə də bölünəcək. Diqqət edirsiniz, Teymur Eminbəyli efirdən çıxır, danışır. Və onun bir hərəkatı var da, nədir o, müqavimət nədir, bir hərəkatı var. O hərəkatda olan adamlar, dostlar, Teymur Eminbəyli ilə efirdə zəng eləyirlər, danışırlar Qurbanın, Abidin əleyhinə. Bir de orada biri var, o xanım, nədir onun adı? Neydi, yadımdan çıxdı adı. Kamalədir ki, neydi, belə bir adı var idi. Bir de o xanımın adını çəkirlər, danışırlar. Fikir verirəm, Teymur Eminbəylinin verilişində Teymur Eminbəyli, onun ətrafında olanlar, o hərəkatının adamları hamısı efirə zəng girir. Qurbanın, Abidin əleyhinə danışırlar. Deyir, o vaxtı deyir, yadına gəlir, deyir. Teymura deyir, zəng eləyən. Deyir, o vaxtı Teymur bəy yadına gəlir, deyir. Qurban Məmmədov deyir, filan vaxtı belə hərəkət eləmişdi. Xatırlıyorsunuz deyir. Ona məqsəd daşıyır. Bunu niyə sonradan deyirsən ki? Niyə vaxtında demirsiniz ki? Hə? Ay Teymur Eminbəyli, ay o müqavimətdə olanlar. Və yaxud da Qurbancilin özü olsun. O da bunun əleyhinə. Yəni vaxtında niyə demirsiniz ki? Nəyə gözləyirsiniz ki? Yəni belə mübarizə mi olur? Belə istiqamət almaq mı olur? Belə haqq mübarizəsi mi olur? Vaxtında deyirəm də. Mənlə yol gedirsən. Gördün mənim səhvim var dedə. Kimi gözləyirsən sən? Sən bunu niyə gizlədirsən? Niyə buna mala çəkirsən ki? Anlamadım mən. Mən bununla bir yerdəyəm, mübarizə aparıram. Dost deyirəm, əqidə yoldaşıdır. Ona görə də bu səhv eləyəcək bir söz deməyəcəm. Belə əqidə yoldaşı olar. Belə mübarizə olur. Hə? İndi siz elə bir vəziyyət yaranıb ki, nə Teymura düz deyə bilmirsən, nə Qurbana düz deyə bilmirsən. Hamısı eyni adamlar. Hamısı baxırsan ki, 200'lüdülər. 200'lülüyün olduğu yerdə necə xilas ola bilərsiniz ki? Nətər olur ki bu? Bax, dünənlərin bir dostumuz var, o zəng eləyib, Teymur Eminbəylinin komandasındandır, Endoneziyada yaşayır. Da səs göndərib, danışırıq, deyir, bir yerə gəlmək lazımdır falan. Deyirəm, qardaş, kimdən? Deyir, bizim müqavimət hərəkatımız var falan, mənə təklif edir. Deyirəm, qardaş, ora mən niyə gəlim ki? Ora mən niyə gəlim ki? Siz Teymur Eminbəyli başda olmaqla o müqavimətdəki adamlar hamınız. Siz bir-birinizə səhvinizi deyə bilmirsiniz. Yəni bu cəsarətin adamı deyilsiniz. Mən ona nəyə gəlim ki? Mən ona nəyə gəlim ki? Gələcəm orada səhv eləsəm, mən də səhvimi deməyəsiniz. Bunun mənə nə xeyri var ki, nəyə gəlirəm ki ora? Yəni, demək istəyirəm ki, qətiyyətin olmadığı yerə mən niyə getməliyəm ki? Diriliyin, düzlüyün, həqiqətin özünün olmadığı yerə mən niyə getməliyəm ki? Mən gedib və yaxud da orada niyə bilərəm ki, nə qaracam şuraya? Quqquluğu getdim, dəstək verdim sizə. Kanalımızdan, günümüzü, hamımızı xəşlədik. Bütün vaxtımızı xəşlədik buna. Müqavimətimiz var, getdik, təşkilatlanaq. Qardaş, sən o təşkilatda sənlə əl-ələ verən adamlara dəstək, nədir, səhvini deməyəsənsə ona, sən o komandanı necə yaşada bilərsən ki? Siz çıxıb efirdən Teymur Eminbəyli, o müqavimətin hərəkatının adamları, çıxırsınız efirdə zəng edirsiniz, danışırsınız, o vaxtı Qurban Məmmədov belə eləmişdi, nə bilim, Abid Qafarov belə eləmişdi. Bunu niyə indi deyirsiniz ki? Vaxtında niyə demirsiniz ki? Və demirdiniz, biz xalqın qarşısında açıq sözlüyük, düzüyük, doğruyuk, biz səhv düzə düz deyəcəyik. Və deyirdiniz də.
Deyərdiniz də. Mən görsün vaxtında deyirəm. O vaxtı bax, Orxan Ağayevi, Qabili, görən kimi Sırazı dedim. Sırazı. Qurban Məmmədovu mən həbs olundum, gəldi mənim yanıma. Mən həbsdən çıxan sonra cəmi 20-25 gün, maksimum bir ay biz bir-birimizdən əlaqədə olduq. Ondan sonra qırıldı. Çünki mən gördüm orada yalan var, fırıldaq var. Yəni, qurbanın olduğu yerdə haqq, ədalət, insan dəyəri, nə bilim, təşkilatlanmaq imiş, xilas imiş, bu şeylərdən söhbət gedə bilməz. Qurbanın olduğu yerdə bu şeylərdən söhbət gedə bilməz. Əli Kərimin olduğu yerdə, Gültəkinin, Cəmil Həsənlinin, İsa Qəmbərin, bu 90-cı il gədələrin, alçaqların olduğu yerdə Azərbaycan xalqı ədalət gətirə bilməz, Azərbaycan xalqı haqq, ədalət qazana bilməz. Ay insanlar, ay cəmaat, ayılın, özünüzə gəlin. Siz nətər ola bilər yalancıya dəstək verirsiniz? Bax, o Tural Sadıqlının özü də. Elə ki, söz düşmüşdən deyəcəm, dostlar. Həqiqətləri demək lazım. Bilirəm, mən dedikcə məni düşmən hesab eləyirlər, nə bilim, üz döndərlər, qut döndərsinlər. Döndərsinlər, Allah görən də hər şeyi. Bax, Tural Sadıqlı, bax, ay Tural Sadıqlı, çıxırsan Qurban Məmmədovun əleyhinə danışırsan vaxtında. İfşa eləyirsən, sübut qoysan ortaya, sonra da gedirsən onunla bir yerdə durmağa. Sonra da gedirsən onunla bir yerdə durursan. Bu nədir belə? Yəni, bu nə məntiqdir, bu nə siyasətdir, nə mübarizədir, nə anlayışdır, mən başa düşəmirəm mən. Gedə bilərsən, ora. Amma bu halda gedərsən ki, o məsələyə aydınlıq gələr. Burada Tural Sadıqlı düz deyirdi, şər atırdı, yoxsa Qurban şər atırdı, Qurban səhv verirdi, nə olmuşdu, nə baş verirdi? Tural Sadıqlı zamanında doğrudan düz deyir, yoxsa buna aydınlıq gəlməyincə, orada yenə də bölücülük olacaq və oldu da. Oldu da. Başa düşürsünüz dostlar. Teymur Eminbəyli'nin özü də. Sən Qurbanın boyunda öz aramızda gəlin açıq danışaq dostlar. Gəlin əlimizi vicdanımıza qoyaq, açıq danışaq. Qətiyyətli olmaq lazımdır dostlar. Özünə müxalif deyən, ləyaqətli, şərəfli, düz adam, düz yolu seçib gedən adam, hədəfi böyük olan adam qətiyyətli olmalıdır. Ən doğma qardaşı belə, anası belə olsa, düzə-düz əyri-əyri. Düzü denən, xoşu gəlmir, xoş getdi, yaxşı olsun. Sən nədən qoyursan? Tək də qazın savaş ilə. Narahat olma, Allah sənləndir. Amma qətiyyətli olcunla. Böyük hədəfin sahibi belə olur. Böyük hədəfə çatmaq istəyirsənsə, bu addım atmalısan. Bunlarda bu yoxdur. Bax, Teymur Eminbəyli. Teymur Eminbəyli, Aba TV. Qardaş, Teymur Eminbəyli Qurbana qoşulmamışdan əvvəl tanımırdı Qurbanı. Sizcə Teymur Eminbəyli bu qədər axmaq, bu qədər ağılsız, bu qədər şuursuz, bu qədər nə bilim tipoy adamdır ki, bu Qurbana qoşulmamışdan öncə Qurbanı tanımırdı. Qurbanın bu qədər oyunlarını görmürdü. Yəni doğrudan da belə düşünürsünüz siz. Yəni buna dəstək verən, ağıllı deyən, nə bilim tərbiyəli, mübariz adamdır deyən, bir düşünün də. Yəni tərbiyəli də ola bilər, mübariz də ola bilər, məsələ o deyil. Bu adamın ağlı hansı istiqamətdə işləyir? Bu nətər mübariz adamı deyil bu? Nətər bu qarşısındakı maniyələrə keçməyə, belə keçmək üçün belə ağıllı, cəsarətli, başa düşən adamdır. Necə olur bu? Yəni sən Qurbana niyə dəstək verirsən ki? Nə üçün? Tanımırdınız ki ya. Yoxsa siz tanımırdınız, heç olmasa tanıyanlara dəstək verərdiniz, tanıyanları eşidərdiniz. Axı onların yanında mən olmuşam, Rafael Piriyev. Mən. Biri var qulaqdan eşidəsən. Yəni kimsə deyəsən qulaqdan eşidəsən. Bir də var özün yaşasan, orada olasan. Bunu sənə yaşayan adam dedi. Teymuruna da, Abidinə də. Bunu mən yaşayan adamım. Mən görmüşəm ki, Qurbanın kim olduğunu. Nə qədər alçaq, vicdansız, ikiyüzlü, oğraş, millətin ələ salan o alçaq olduğunu mən görmüşəm. Mən orada olmuşam mən. Mən onun qarşısına durmuşam, qaçıb gedibdir. Xoşlamır. Bəs heç olmasa onun yanında duran, onun alçaq biqriyyət olduğunu bilən, qana başa düşən adamlar bunu deyir, mən deyirəm. Sən mənə necə inanmaya bilərsən ki, başa düşənmədim mən. Mən yəni Qurban düz iş aparır, düz adamdır. Böyük bir hədəflərin sahibidir. Mən də ona qarşı çıxıram, elə mi? Xoşum gəlmir.
Gözüm götürmürlər. Yəni o Azərbaycan xalqını xilas eləmək istəyir. Məqsədi budur. Mən buna qarşı çıxıram. Belədir bu da oradan da. O belə bir şey yoxdur axı. Mən o deyiləm axı. Mən bunları yaxşı tanıyıram mən. Heydəri İlhamı hakimiyyətə gətirən adamlar gəlib bizə deyə bilməzək, sizə biz azadlıq gətirəcəyik, ədalət gətirəcəyik. Bu mümkün deyil. Bu mümkün deyil. Gəlin bu şeylərlə, bu reallıqlarla barışaq. Yalandan özümüzü allatmayaq, qətiyyətli olaq. Düzgün olaq, dürüst olaq. Yox, Rafael söyüşdür, əşi baş qoşma ilə, onun başı xarabdır. Və yaxud da nə bilim, hakimiyyətə satılıb, ad qoyub, qaçıb gedib qurbanın lülüşünün üstündə oturursunuz. Oynadır, sonra da tulluyur qırağa çıxırsınız ona qarşı ki, o vaxtı sən bizə belə eləmişdin. Bəsdirin də, ayıbdır, biraz özünüzə hörmət eləyin. Ləyaqətiniz olsun. Nə qədər bu oyunçulara, fırıldaqlara dəstək verəsiniz, nə qədər bu ləyaqətsiz adamlara dəstək verəsiniz. Siz nətər mübariz adamsınız, siz nətər ləyaqətli adamlarsınız, siz nətər ağıllı adamlarsınız ki, siz kimin yanında durduğunuzun fərqində deyilsiniz. Hə? İndi mən bunu deyirəm, bizim millətin mental beynində belə bir şey formalaşıb ki, vaxtında sən də oradaydın. Bəli, mən də oradaydım. Tanımırdım ama tanıdım dedim. Bunlar tanıya getdilər. Bilə-bilə ki, Qurban Dələduzdur, maşinlikdir. Alçaqdır, bu millət əlasarır, bilə-bilə getdilər, dəstək verdilər. Bu Tural Sadıqlının özü, bilə-bilə. Yəni sən təsəvvür elədik Qurban Məmmədov. Onun o Dələduz komandası, maşinlik komandası. Bu milləti ələ salır, bilirsən sən bunu. Hökəsin onu dəstək verirsən. Dəstək verirsən onların oyunlarına. Həmən oyununda rıçağı Qurbanın əlindədir. Həmən oyunun rıçağı Qurbanın, Ərəstunun əlindədir. Sən ki, burada neyəsən ki? Bax, Abid Qavit nədir? Teymur Eminbəyli fikir versiniz. Düşüb Qurbanın oyununa. Qurban çıxardır evdən deyir ki, baxın deyir, Teymur Eminbəyli deyir ki, mən o parlamentdə sona kimi qalacam. Kim geçsə vətən xainidir, xalq xainidir. Qurban bunu efirə qoyur, Teymurun səsini, Teymur Eminbəylinin. Təsəvvür edirsiniz. Bu da deyir ki, mən deyir, axıra kimi orada qalacam. Necə qalarsan ki? Rıçaq Qurbanın əlindədir, ay Teymur Eminbəyli. Yəni rol Qurbanın əlindədir. Necə qalarsan ki sən orada? Sənin bir dənə yolun var, çıxıb getmək. Sən get nə qədər denən ki, mən xalq parlamenti, bizi bu belə deyil. Belə olmayacaq. Çünki oyunu quran onlardır, rıçaq onların əlindədir. Başa düşürsünüz siz? Bir siyasət öyrən, bir başını işlət, bir oyunları hesablamağı bacarıcıyla. Yəni, nətər şeydir bu? Mənim başım çıxmır. Yəni, siz nətər siyasətçisiniz, mübarizə aparırsınız. Siz nətər dirəniş göstərirsiniz ki, bu oyunları başa düşmürsünüz. Necə olur bu? Hə dostlar? Danışdırsan hamısı deyəcək, ağıl, şuur, siyasət. Ola mən uşaq deyiləm, mən neçə ildir, nə bilim, bu işin içindəyəm. Mənim ağlım belə deyib, belə kəsir. Hanı kəsdiyi ağıl budur da. Budur da. Yəni, vaxtında səhvləri deməlisiniz, vaxtında oyunları deməlisiniz ki, bu gündə bu vəziyyətə gəlib çıxmayasınız. Vaxtında Qurbanın səhvini demirsən, Abidin səhvini demirsən, nə bilim, Ərəstunun səhvini demirsiniz və parçalanmaya yol açırsınız. Ən sonunda da parçalanır, çıxırsınız öpürünüzə deyirsiniz ki, Qurban Məmmədov falan vaxtı bunu demişdi, nə bilim, Abid bunu demişdi. Belə mübarizə olmur, qardaş. Vaxtında sözümü deyəcəm, vaxtında. Bu mən görsəm vaxtında demişəm deyə, dilim də uzundur.